Sinema Radyo. Əziz dinləyicilər, Sinema Radionun Dost Sinema rubrikası ilə davam edirik və bugün qonağımız millət vəkili Elçin Mirzəbəylidir. Elçin müəllim, xoş gəldiniz. Xoş gördük, hər vaxtınız xeyir. Elçin müəllimlə bizim söhbətimiz olacaq. Mən düşünürəm ki, çox maraqlı olacaq, çünki bəzi məsələlərə aydınlıq gətirəcək Elçin müəllim. Nədən başlayaq? Azərbaycan, bu günlərdə Azərbaycan Milli Məclisində kinematografiya haqqında qanun müzakirə olundu, Elçin müəllim. Gəlin öncə 1998-ci ildə qəbul olunmuş və qüvvədə olan kinematografiya haqqında qanuna nəzər salaq. Əlavə və dəyişikliklər nə üçün lazımdır? Əvvəla 98-ci ildən ötən zaman kəsiyindən kifayət qədər böyük bir müddət keçib. Qanun dövrü üçün kifayət qədər qənaətimə görə yaxşı qanun hesab oluna bilərdi. Təbii ki, mükəmməl heç nə yoxdur. Amma keçən zaman kəsiyində həm kinematografiyaya olan münasibət, həm də texnoloji baxımdan çoxsaylı dəyişikliklər baş verib. 98-ci ilin reallıqları ilə bugünün reallıqlarını nəzərdə tutsaq və texnoloji imkanları da bura əlavə etsək, qənaətimə görə bugün həm dünya kinematografında, həm də bizə yaxın olan ölkələrin kinematografında çoxsaylı dəyişikliklərin baş verdiyini görə bilərik. Təbii ki, bir zamanlar ən adi pavilyon çəkilişlərində texniki imkanlar çox böyük resurslardan istifadə etməyə imkan yaradırsa, indi bu problemlərin həllini kompüter qrafikası ilə həll etmək, daha effektiv nəticələrə gəlmək mümkündür. İxtisaslar əlavə olunub, yeni yanaşmalar var bununla bağlı və təbii ki, Azərbaycanın kino mühiti ilə bağlı olan məsələlərə qənaətimə görə sadəcə qanunvericilik çərçivəsindən yanaşmaq qənaətimə görə doğru deyil. Yəni prinsip etibarı bundan başlayaq. Yeni yanaşmalar var, yeni fikirlər var. Baxmayaraq ki, ziddiyyətlər də var qanunda. Bu əsasən milli film və birgə film anlayışları ilə bağlıdır. Düşünürəm ki, bu həm anlayışların təqdim olunmasında yanlış bir istiqamət var, həm də bütövlükdə birgə film anlayışının özündə də yerində olmayan bir yanaşma var. Çünki mahiyyət etibarilə əgər filmin investisiyası əsas hissəsi Azərbaycan tərəfindən verilirsə və heyətin də əhəmiyyətli hissəsi Azərbaycan tərəfindədirsə, bu nə üçün həm də milli film hesab olunmasın, yəni nəticə etibarilə. Baxımdan da qanunvericilik məcbur istiqamətlərinə yanaşmada, baxış bucağında müəyyən qədər dəyişikliklər baş verməlidir. Amma bu müddalar üzrə olduğuna görə bir qayda olaraq parlamentin birinci iclasında, yəni birinci oxunuşda istənilən qanun konseptual yanaşma olur. Ümumi problem qaldırılır və buna baxış bucağı formalaşır. Amma artıq maddələr üzrə və anlayışlarla bağlı məqamlar isə daha sonradan tətbiq olunan məqamlardır. Yeni anlayışların əlavə olunmasına ehtiyacı varmı? Var təbii ki və düşünürəm ki, davamında söhbətimizlə bu məqamlara da aydınlıq gətirəcək. Maraqlıdır, nəzərdə tutulan əlavə dəyişikliklər, yəni qanun necə yenilənəcək? Şərh etdiyiniz qanun dəyişmir mahiyyət etibarilə, ana qanun qalmaqdadır. Ora sadəcə anlayışlar, müasir anlayışlar tətbiq olunub, hansılar ki, çağdaş dövrdə Azərbaycana investorların cəlb olunması üçün müəyyən imkanlar yaradır. İnvestisiya anlayışına müəyyən baxış bucağı bu istiqamətdə ortaya qoyur. Amma bu əlavə dəyişikliklərdir, yəni söhbət qanun tam dəyişməsindən getmir. Nə qədər ki, onu da qeyd edeyim ki, 98-ci ildən bu yana qanunvericiliyə kifayət qədər dəyişikliklər olub. Yəni sadəcə son dəyişikliklərdən ibarətdir və çox yaxşı olardı ki, müəyyən bir zaman kəsiyində bütövlükdə kinematografiya haqqında qanunun özü tamamilə yenilənərdi. Çünki 98-ci ildən üzü bu yana həm anlayışlarla bağlı, həm də qanunun tətbiqi mexanizmləri
məsələləri ilə bağlı bəzi məqamlara daha çox aydınlıq gətirilməsinə ehtiyac var. Amma zərurət indi yaranıb ki, bu əlavə dəyişikliklər olunsun. Çünki bəlli olduğu kimi bizim mədəniyyətimizlə bağlı bir konsepsiya qəbul olundu. Yeni bir yanaşma tərzi var. Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı kino da bunun əhəmiyyətli hissəsini təşkil edir və bu yeni konsepsiyaya uyğun olaraq indiki dəyişikliklər ortaya çıxıb. Amma şübhə eləmirəm ki, müəyyən bir zaman kəsiyindən sonra qanunvericiliyə yenidən qayıtmaq lazım gələcək. Elçin müəllim, necə düşünürsüz? Hansı boşluqlar var və bu yeni qanun o boşluqları doldura biləcəkmi? Tam şəkildə doldurulmasından söhbət gedə bilməz. Bəs praktikada tətbiq olunduqca biz artıq boşluqların daha aydın şəkildə olduğunu görə biləcəyik. Hal-hazırki yanaşmada qanunvericiliyə əlavə və dəyişikliklərin terminoloji olaraq da ortaya çıxaran zərurət göz qabağındadır. Yəni bu günə qədər olan praktikada və təhlillər nəticəsində də ortaya çıxan boşluqlardır və bu əlavə dəyişikliklərlə həmin boşluqların düzəldilməsinə bir cəhd göstərilir. Amma zamanla praktikada tətbiq olunduqca və biz xarici investisiyaları əgər cəlb edə bilsək Azərbaycan kinematoqrafına və kinonun bütövlükdə sənayeyə çevrilmə istiqamətində addımlar ata bilsək, kino sahəsində uzun illərdən bəri qırılmış o bağı, mən onunla bağlı detallı şəkildə izahını verəcəyim, bərpa edə bilsək və o zaman biz ortalıqda olan çatışmazlıqları və boşluqları da görə bilərik. Məsələn, peşəkar mütəxəssislərin söylədikləri fikirlərdən bir nümunə gətirə bilərəm. Hal-hazırda kino sahəsində olan satın almalarla bağlı yaradıcı prosesə mane yaradan bir prosedur var, satın alma proseduru var. Yəni, çox üzr istəyirəm bu ifadəmə görə, yaradıcı proses ticarət deyil və yaxud kartof alıb satmaq kimi bir şey deyil. Yəni, yaradıcı prosesə dövlət satın almaları ilə ənənəvi tender yolu ilə yanaşmaq və bunun üçün müəyyən zaman xərcləmək, itirmək, vaxt itirmək qənaətimə görə mümkün deyil. Çünki prosesin öz içərisində ani olaraq elə tələbatlar ortaya çıxa bilər ki, həmin tələbatların dərhal yerinə yetirilməsinə ehtiyac duyula bilər. Və burada biraz daha yumuşaq prosesin, prosedurların tətbiq olunması vacib faktorlardan biridir. Daha tez bir zamanda, intensiv bir zamanda həm də bu anlayışı bütün dünyada qəbul olunmuş pitching anlayışı ilə əvəz etmək, satın alma anlayışını, yəni yaradıcı müsabiqə yolu ilə problemin çözülməsi istiqamətində addımlar atmaq olar. Yəni qanunvericilik olur olsun, hansı sahədə olursa olsun, unutmaq lazım deyil ki, yaradıcı sferaya, hətta qanun çərçivəsindən, hüquqi baza çərçivəsindən belə də yaradıcı yanaşmaq lazımdır. Yaradıcı sferaya ticarət kontekstindən yanaşa bilməzsən. Təbii, kino həm də biznes sahəsidir, aydın məsələdir, amma biznes birbaşa yaradıcı prosesin içərisində deyil, ondan kənardadır. Onun satılmaz prosesindədir və PR prosesindədir və s. və ilaxır. Amma prosesin özünə bütövlükdə bu anlayışları, ticarət anlayışlarını daşımaq qənaətimə görə doğru yanaşma deyil və bu düşünürəm ki, müəyyən bir zaman kəsiyindən sonra qanunverici təşəbbüs ilə çıxış edən təşkilatları da, o cümlədən qanunverici şəxsləri də mahiyyət etibarilə düşündürəcək. O biznes məsələsinə mən qayıdacağam, amma məni düşündürən bir məqam oldu. Siz dediniz ki, qırılan bir bağ. Əlbəttə. Bunu necə şərh edərdiniz maraqlı? Çox rahat formada. Mən onu da qeyd edim ki, mən çox qısa bir müddətdə olsa da belə, təxminən bir il ərzində Sevil Kino Teatrının vaxtında direktor olmuşam. Və ümumiyyətlə kino sahəsi ilə bağlı və anlayışlarım təkcə yaradıcı tərəfdən deyil, onun digər tərəfindən də var. Təəssüflər olsun ki, böhran dönəmində, yəni bütövlükdə mədəniyyətimizin böhran dönəmində bir çox sahələr kimi kinematografiyada Azərbaycanda tənəzzülə
uğradı. Yəni dövlət bu istiqamətdə müəyyən addımlar atmağa cəhd göstərdi, amma Sovet ideoloji sistemindən sıyrılıb çıxan bir və sırf dövlətin nəzarəti altında və maliyyə resursları hesabına mövcudluğunu qoruyan bir sahəni qısa bir zamanda beynəlxalq proseslərin içərisinə inteqrasiya etmək mümkün değildi. Amma bununla yanaşı da biz qoruyub saxlamaq lazım gəldiklərini də qoruyub saxlaya bilmədik və kino bir istehsal sahəsi kimi deyil, eyni zamanda bir mədəniyyət nümunəsi olaraq da sıradan çıxdı. Kino mədəniyyəti çıxdı sıradan. Bu kino teatrların yoxa çıxması ilə başladı. Yay kino teatrlarının, indi bilmirəm, onların yerində bəlkə də hündür mərtəbəli binalar ucalır və yaxud da restoranlar tikilib, inşa edilib, dəyişilib. Baxımdan əslində bütün bunları sintez eləmək olardı. Yəni həm kino teatrı saxlamaq, həm də kino teatrının içərisində restoran yaradaraq və oradan əldə olunan biznesin bir hissəsini kinonun inkişafına sərf eləmək olardı. Postsovet məkanının müəyyən ölkələrində məhz bunu etdilər. Yəni atdılar və kino bir mədəniyyət olaraq qorundu. Amma təəssüflər olsun ki, biz tam şəkildə bunu bacarmadıq. Müəyyən bir hissəsini sadəcə xilas etməyə bacardıq. Burada mühüm bağlardan biri də təhsillə bağlı olan məsələdir. Mən Yenicə İncəsənət Universitetində vaxtında çalışmağa başlayanda orada kino rejissor, kino operator fakültələri, ixtisasları açılırdı və vaxtında buna etiraz edənlərdən biri də ondan ibarət idim. Çünki baza yox idi, yəni nəticə etibarilə və bu bazanın olmaması sonradan özünü biruzə verdi. Bu gün də qənaətimə görə çox böyük fərqlər yoxdur. Yəni kino rejissor əgər diplom işində yalnız kamera görürsə, operator eyni zamanda nəticə etibarilə onun daha sonra peşəyə inteqrasiyası uzun illər vaxt aparır, zaman aparır və eyni zamanda təhsil sayəsində komponentlərin sayı da çoxdan artır. Biz biraz bundan əvvəl kompüter qrafikasından danışdıq da, yəni nəticə etibarilə kütləvi səhnələrin əhəmiyyətli hissəsini məhz o kompüter qrafikası ilə əvəz etmək mümkündür və bu gün dünya kinematografiyasında artıq proses önə çıxmaqdadır. Bu sahədə də mütəxəssislərimiz yoxdur, yetişdirilmir. Azərbaycanda bunun yetişdirilməsi üçün imkan olduğunu da düşünmürəm və yaxşı olar ki, dövlət proqramı çərçivəsində yəni bizim gənclərimiz təbii ki, artıq rəqəmsal təfəkkürə malik olan insanlarımız da analitikaya, datalarla işləməyə bacarığına həmçinin malik olan gənclərimiz bizim Hollywood'a və yaxud digər dünyanın məşhur kino mərkəzlərinə göndərilsin ki, bu ixtisasları sahiblənsinlər. Daha sonra Azərbaycanda bunun tədrisini əldə etmək mümkün. Və təhsillə də yenə də istehsal arasındakı bağ qırıldı. Kino faktiki olaraq dövlət maliyyəsi hesabına ildə bir və yaxud iki filmin çəkilməsi ilə başa çatdı. Yəni iki filmlə kino sahəsində istehsalı təmin etmək prinsipi etibarilə mümkün deyil və nəinki daxili bazarı idarə etməyə bununla, xarici bazara da çıxartmaq imkanı prinsipi etibarilə məhdudlaşır. Azərbaycan filmlərində Azərbaycanda çəkilən son illərdə filmlərin çoxunu mən izləməmişəm. Azərbaycan tamaşaçılarının da çox güman ki, ondan xəbəri yoxdur. Hansısa adlarını eşidirik, çıxarıldı, hansısa beynəlxalq festivala nümayiş etdirildi. Bu nə zaman Azərbaycanda nümayiş etdiriləcək və Azərbaycan tamaşaçısı ümumiyyətlə bu kino mühitindən, kino teatrın özündən uzaq düşdükcə nəticə etibarilə bu problemlər ortaya çıxır. İkinci ən böyük problem nəsillər arasında olan bağın qırılmasıdır. Yəni prinsip etibarilə Stanislavskinin məşhur sözü var, teatrın qardirobdan başlamasından. Mən düzdür, Stanislavski məktəbini keçməmişəm, daha çox digər Vaxtangov məktəbinə yaxın təfəkkürə malik olan bir insanım, amma teatrın qardirobundan başlaması nəzəriyyəsi ilə qismən də olsa razıyam. Amma qənaətimə görə kinoda uşaq filmlərindən başlayır, animasiya filmlərindən başlayır və kino teatra getmək mədəniyyəti
mədəniyyətindən başlayır. Bizdə qəzet oxumaq, kitab oxumaq mədəniyyəti onsuz da yarımçıq olduğu kimi və sıradan çıxdığı kimi, teatra, uşaq teatrına getmək mədəniyyəti sıradan çıxdığı kimi, kino teatra getmək mədəniyyəti faktiki olaraq sıradan çıxır və biz o mədəniyyəti mənimsəmədikcə, o mədəniyyət bizim həyatımızın tərkib hissəsinə çevrilmədikcə, Azərbaycanda yüzlərlə film çəkilsin və bunun heç bir anlamı olmayacaq. Baxımdan da o mədəniyyətə qayıtmaq və o mədəniyyəti bərpa etmək lazımdır. Mədəniyyət isə qanunlarla bərpa olunmur. Konkret proqramlarla, təhsil sistemi ilə və ailələrin bu istiqamətdə maarifləndirilməsi ilə qənaətimə görə hansı nəticələr əldə etmək mümkündür. Çox gözəl fikirlərdir, mən sizi dəstəkləyirəm. Amma Elçin müəllim, gəlin biraz az öncə qeyd etdiyim o biznes məsələlərinə də toxunaq. Azərbaycanda kino investorları anlayışı varmı? Yoxdursa bunu necə edə bilərik? Yoxdur o anlayış. Ortalıqda olan çəkilən zövq korlayan kino adına iddia edən hansısa filmlər var və nəticə etibarilə kommersiya filmləri adlandırılır. Azərbaycanda hər şeyə ad tapmağa bacarırlar. Yəni mən ucuz kommersiya filmləri qoyaq onun adını. Çünki ciddi filmə ciddi vəsait qoymaq lazımdır, yatırmaq lazımdır və investorlar Azərbaycana nə üçün gəlməlidirlər? Bunu müəyyənləşdirməliyik. Əvvəla investisiya mühiti əlverişli olmalıdır. Yəni xarici hər hansı bir investor Azərbaycana nə üçün investisiya yatırmağın zərurliyini bilməlidir. Deməli, daha çox güzəştlər olmalıdır. Məsələn, bir Alman rejissor Azərbaycanda film çəkir və investisiyaya yatırır. O, Azərbaycandakı investisiya mühitinin Almaniyadan daha yaxşı olduğunu dərk etməlidir birinci növbədə, yəni bu aspektdə. İkinci, nə üçün? Bunun bədii tərəfi var. Nə üçün Azərbaycandan film çəkməlidir və motiv olaraq dünyaya nə təqdim edə bilər? Təbii ki, Azərbaycanda dünyaya təqdim olunması motiv olaraq kifayət qədər farklar var. Bizim təbiətimizdən başlamış psixologiyamıza kimi, folklorumuza kimi, mədəniyyətimizə kimi, nə üçün? Mütləq ki, biz indi erməni olmasından asılı olmayaraq əgər Parajanyan Aşıq Qərib filmini çəkib dünyaya təqdim etməyə bacarırsa və Azərbaycanda onlarla belə dastan və nümunələr var. Bizim folklorumuza, tariximizə qayıdıb və bütün bunları dünyaya çıxarıb və dünya kinosevərlərini cəlb etmək mümkündür. Bu baxımdan təbii bu yanaşmanın özündən və yaradıcı yanaşmanın özündən də çox şey asılıdır və yaradıcı yanaşma həm də yaradıcı biznes yanaşması olmalıdır. Statik olmalı deyil. Yəni statik planları heç vaxt sevməmişəm ya bu istiqamətdə çalışan. Bu baxımda həyatda da, kinematoqrafda da heç nə statik olmalı deyil. Bu statik düşüncədən uzaq olsaq, biz investisiya sahəsində də müəyyən nəticələr əldə etməyə bacarırıq. Amma burada resept varmı? Yoxdur. Təbii ki, peşəkar mütəxəssislər kino sahəsində hal-hazırda fəaliyyət göstərən və boşluqları məndən daha yaxşı görən insanlar var. Onlar praktikada nəyin baş verdiyini görürlər. Amma mən bu nəsillər arası bağın qırıldığını görən və müəyyən qədər kino mədəniyyət kimi sıradan çıxmasının təzahürlərini öz üzərində yaşayan bir insan kimi danışıram. Burada əslində yanaşma tərzində bir millət vəkilinin yanaşması yoxdur. Bir Azərbaycan vətəndaşının və özünü həm də kinonun bir hissəsi sayan insanın yanaşması var. Kino mövzularına mən biraz sonra toxunacağam, amma istərdim Azərbaycan Film Kinostudiyasından danışaq biraz. Fikriniz çox maraqlıdır. Hazırda fəaliyyət göstərmir. Əgər dövlət studiyası, dövlət sifarişi ilə almırsa, onun taleyi, yeni formatı necə olmalıdır? Mənim qənaətimə görə Azərbaycanda bir yox, bir neçə studiya yaradılmalıdır. Bunun üçün ilk növbədə texniki imkanların əldə olunmasına dövlət müəyyən bir mərhələ üçün məsuliyyəti üzərinə götürə bilər və çox yaxşı olar ki, burada özəl və dövlət əməkdaşlığı ortalığa çıxsın. Yəni müəyyən investisiyalara yatırılsın həm dövlət tərəfindən, həm də özəl sektor tərəfindən. Çünki özəl sektorun hal-hazırda bu prosesə maraq göstərməsi qənaətimə görə inandırıcı deyil. Təşviq etməlidir və müəyyən güzəştlər vasitəsilə vergi güzəştləri ola bilər.
və ciddi güzəştlər ki, onlar bu istiqamətdə fəaliyyəti təşviq edə bilsinlər. Kinoya ümumiyyətlə qənaətimə görə uzun müddətli vergi güzəştləri tətbiq olunmasına ehtiyac var. Hətta kino reklamlarının özünə belə güzəştlərin tətbiq olunmasına ehtiyac var ki, bu sahə müəyyən bir mərhələ üçün ayaq üstə durmağı bacarsın. Yeni studiyalar yaradılmalıdır və ənənəvi kino studiya təbii ora kiminsə üçünsə uzun illər boyu orada çalışan insanlar üçün bir ocaq funksiyasını yerinə yetirib, amma dünya dəyişib prinsipi etibarilə kino studiyaya baxış bucağı da dəyişib. Baxımdan düşünürəm ki, oradakı pavilyonları yenidən bərpa etmək və müasir standartlara uyğunlaşmaq çox çətindir və çox yaxşı olardı ki, geniş miqyaslı bu istiqamətdə addımlar atılsın. Laçında müəyyən bir cəhd var, kiçik bir kino studiya yaradıblar orada. Fəaliyyəti necə olacaq öncədən hər hansı formada deyə bilmərəm. Yaxşı olardı ki, elə işğaldan azad edilmiş ərazilərimizdə, elə Xankəndinin özündə böyük bir studiya yaradılsın, sırf kino studiyadan söhbət gedir. Yəni bəzən bir studiya deyəndə televiziya və sair iç-içə olur bununla. Bir neçə studiyanın yaradılmasına ehtiyac var ki, əvvəla kino sahəsində rəqabət mühitinin formalaşması prosesi olsun. Yoxsa dövlət sifarişi ilə film çəkəcəksə, orada heç bir rəqabət olmayacaq. Nəticə etibarilə dövlət bunu sadəcə kinonun ölməməsi üçün ediləcək. O da söhbət kinonun yaşadılmasından getmir. Bu süni nəfəsdir nəticə etibarilə dövlət sifarişi. İnvestisiya olmadan, kommersiya, özəl sektor prosesə qoşulmadan biz kinoya yalnız süni nəfəs verəcəyik və bəzən ümidimiz hətta onu elektroşoka da qalacaq ki, yenidən diriltmək mümkün olsun. Filmlərin dövlət tərəfindən maliyyələşməsi mexanizmi haqqında nə deyə bilərsiniz? Mexanizmin şəffaf şəkildə həyata keçirilməsinə ehtiyac var. Mənim qənaətimə görə bu proses daha çox layihələrin maliyyələşdirilməsi kontekstində həyata keçirilməsi. Davamlı olaraq studiya var və bu bir studiyaya pul ayırırıq və o filmlər çəkir yanaşması düşünürəm ki, yaradıcı mühiti boğan bir yanaşmadır və nəticə etibarilə burada artıq həm rəqabətin, hətta süni şəkildə olsa da təmin olunması üçün prosesə çoxsaylı qrupların cəlb edilməsini, yaradıcı qrupların cəlb edilməsinə ehtiyac var. Kino studiyalar sadəcə baza rolunu oynamalıdır. Yəni texniki baza. Layihələrdə qalib gələn şəxslərə və onların komandasına, seçdiyi komandaya, ssenariyə, rejissor işinə, rejissor ssenarisinə və bütövlükdə komandaya vəsaitlər ayrılmalıdır. Onlara şans verməlidirlər ki, özlərinin yaradıcı mühitlərini, belə ideyalarını ortaya qoysunlar. Dünyada tətbiq olunan müxtəlif sahələrdə bir kaskad modeli anlayışı var. Kaskad modeli anlayışı ondan ibarətdir ki, bir mərhələ başa çatdıqdan sonra digər mərhələnin maliyyələşməsi başlayır. Yəni dövlət 3, 4, 5 film sifariş verir. Birinci onun layihələndirmə prosesi başlayır və gedir. Müəyyən bir valiyyə bərabər şəkildə ayrılır, ta ki onların hər birinə. Amma o proses başa çatandan sonra artıq anlaşılır ki, bu insanlar, bu qrup ikinci prosesə hazırdılar ya yox. Əgər hazır deyillərsə, proses dayanır və artıq onlara imkan yaradılır ki, o prosesin qurulması üçün addımlar atsınlar. Yəni, bu həm də məsuliyyəti artıran faktor kimi qəbul olunmalıdır. Qeyd edeyim ki, müxtəlif ölkələrdə dövlət maliyyələşməsində tətbiq olunan mexanizmlərdə, xüsusilə də Avropa İttifaqında tətbiq olunur. Qənaətimə görə Azərbaycanda da məhz bu kaskad modelindən istifadə edə bilərək kino sektorunun maliyyələşdirilməsinə dövlət tərəfindən yanaşmaq olar. Elçin müəllim, necə düşünürsünüz? Kəmiyyətdən biz keyfiyyətə gəlib çata bilərik? Ümid edirəm ki, çata bilərik. Həm potensialımız bir xalq olaraq, millət olaraq var. Və biznes sahəsində ümumiyyətlə ideal xalqıq və nəticə etibarilə əgər Azərbaycanlı buradan, ölkədən çıxıb dünyanın hansısa bir başqa ölkəsində sıfırdan başlayaraq biznes qurmağı bacarırsa, bu əslində bizim istedadlı bir xalq olduğumuzu sübut edir. Amma bu istedadı həm də kreativ ola, yaradıcı sahəyə yönətmək lazımdır və nəticə əldə eləmək olar. Eyni zamanda şübhəsiz düşünürəm ki, həm ssenari
müəllifləri kimi Azərbaycanda gənclər arasında uğurlu iş ortaya qoya biləcək insanlar var və nəticə etibarilə həm də süni intellekt inkişaf etdikcə bu sahədə də imkanlar genişlənir. Yəni nəticə etibarilə düşünürəm ki, gələcəkdə deməli ssenarilərin təhlilinin aparılması üçün süni intellektdən istifadə edib və nəticə etibarilə daha keyfiyyətli məhsulların ortaya qoyulması mümkündür. Prosesin özündə də ondan istifadə etmək olar. Potensialımız yetər buna. Biz istedadlı xalqıq. Tənbəlliyi bir kənara qoysaq və eyni zamanda nəzərə alsaq ki, biz ölkədə və dünyada baş verən proseslərə, kino motivi olan mövzulara informasiya kontekstindən yanaşmırıq. Və məsəl üçün bir Azərbaycanlı düşüncəsini deyək də, Azərbaycanlının evinə qonaq gəlir, Azərbaycanlı çalışır ki, ona daha çox şey yedirsin və o nəticə etibarilə Azərbaycan mətbəxindən zövq ala bilmir. Dolma aşa qatılır və s. və s. Biz kinoya da belə yanaşırıq, digər sahələrə. Bu baxımdan da konkret bir mövzu, onun içərisində insan taleyi və informasiya ola bilər. Azərbaycanla bağlı bəzi həqiqətlərin ortaya qoyulması, amma detal şəklində olar. Amma kütləvi şəkildə yox. Kütləvi şəkildə bu artıq ideoloji filmə çevriləcək və nəticəsi də olmayacaq. Elçin müəllim, mən elə onu soruşacaqdım. Bax, siz yaradıcı şəxssiz. Azərbaycan tamaşaçısına hal-hazırda hansı mövzu lazımdır? Çoxsaylı mövzular var ki, bizim tarixi mövzularımızı da çıxartmaq olar dünya miqyasına. Məsələn, bizim tariximizlə bağlı bizim Mərkəzi Asiyadakı qardaşlarımız film çəkirlər. Yəni, Tomris filmi bizim tariximizlə, həm də bizim tariximizlə bağlıdır və qənaətimə görə çox da uğurlu film deyil, yanaşmanın özü çox səhvdir, tarixi nöqteyi nəzərdən də səhvdir, obrazlıq baxımından da çox yanlışdır. Baxımdan bizim sahib çıxacağımız tariximizdə motivlər çoxdur. Türkiyəyə baxırıq, onlar bunu serial formasında ortaya çıxarırlar, amma insafən bədii baxımdan müəyyən problemlər olsa da, yəni ortalıqda və tarixlik baxımından da problemlər olsa, amma çəkilişlərin keyfiyyəti gündən-günə artır və artıq onlar müəyyən qədər dünya miqyasına çıxmağı bacarırlar. Qara qoyunlara müraciət etmək olar Azərbaycan tarixi ilə bağlı. Yaxın tariximizdə baş verən hadisələri işıqlandırmaq olar. Biz hətta öz faciələrimizi belə tutaq ki, 20 yanvarı aldı çox böyük faciədir. Burada bir imperiyanın bir xalqa divan tutması var və bu yalın əllə Azərbaycan xalqının dirənişi deməli nəticə etibarilə qənaətimə görə bütün bəşəriyyət üçün bir nümunədir. Amma biz buna necə yanaşacağıq? Əgər yanaşsaq, necə ki bu günə qədər çəkilən filmlərdən insanlar toplandılar və kütləvi əllər, yumruqlar havaya qalxdı və s. oradan atəş açıldı. Burada insan olmayacaq. Biz kütlə kontekstindən yanaşırıq tariximizə də, faciələrimizə də və hər şey. Ona görə kütlə kontekstini kənara qoyub insan amilindən, bir-birini sevən insanların yaşadığı faciələrdə məhz bu kontekstdə 20 yanvar faciəsindən və ya tarixin özündə belə tarix filmləri nümayişi müraciət etsək, o baxımdan yanaşma bu olmasa, nəticə etibarilə insan faktoru olmasa, insan həyatı, emosiyaları olmasa, hansı ki, hər kəs üçün maraqlıdır, çünki onun dili yoxdur və onun milləti yoxdur nəticə etibarilə. Baxımdan bunlar ortaya çıxmasa, tarixi mövzulara müraciət etməyində, hətta ən populyar millət üçün müqəddəs olan mövzuların özünün də belini qırıb bir kənara qoymaq olar, nəticə hasil olmayacaq. Elçin müəllim, və son olaraq mən çox istəyərdim siz həm kino adamlarını, həm də bizim dinləyicilərimizə, hansı ki kinonu çox sevirlər, sinema radionu dinləyirlər, bir mesajınız nə ola bilər? Mesajım ondan ibarətdir, kino mədəniyyətini diriltmək lazımdır, ayağa qaldırmaq lazımdır. Övladlarınızı kinoteatrlara aparın, övladlarınızı teatrlara aparın, opera teatrına aparın və onların musiqi təhsilinə
həmçinin və yaradıcı zövqlərinin formalaşmasına töhfənizi verin. Biz təkcə mütəxəssis yetişdirməyə çalışmırıq. Yəni Azərbaycan psixologiyasından yanaşıram ki, övladım oxusun, diplom alsın və s. və s. getsin. Biz həm də bir şəxsiyyət formalaşdırmaq, tam dünyaya çıxa biləcək, Azərbaycan mədəniyyətini öz gerçək davranışlarında ifadə edə biləcək, oynamaqdan söhbət getmir. Gerçək davranışlarla mədəni insan formalaşdırmalıyıq ki, gələcəyimizi daha gözəl qurmağa bacaraq. Elçin müəllim, o dəyərli vaxtınızdan bizə ayırdığınız üçün mən sizə dəyərli Mən təşəkkür bildirirəm. Çox sağ olun. Maraqlı söhbət üçün minnətdaram. İşlərinizdə uğurlar diləyirəm. Sağ olun. Hörmətli dinləyicilər, bugünkü qonağımız millət vəkili Elçin Mirzəbəyli idi. Minnətdaram. Sağ olun. Cinema Radio, Cinema Radio, Cinema Radio.